Bizim həyatımızda Pasxa nədir? Yəni Pasxa bir gün deyil ki, onu biz keçirdik və getdi. Pasxa sadəcə ürəkdə yaşanan bir həqiqət olması lazım. Yəni bayramdan çox ürək vəziyyətini göstərməsi lazım. Və əsl imanlı Pasxanı necə yaşamalıdır? Bunu müqəddəs yazılara əsaslanaraq baxaq və danışaq. Tövbə və ürəyi yoxlama ilə başlamaq. Çünki Pasxa İsa Məsihin dirilməsi bayramıdır. Dirilmədən əvvəl çarmıx vardı. Və bir imanlı insan Pasxaya yaxın günlərdə öz ürəyini başlayır yoxlamağa. Günahlarını Rəbb qarşısında etiraf edir. Kiməsə qarşı incikliyi varsa, bağışlamağa çalışır. Rəbbin köməyi ilə. 1-ci Korintlər 11:28-də onun ruhu ilə. Deyir, qoy insan əvvəl özünü yoxlasın. Yəni, Pasxanı təmiz ürəklə qarşılamaq. İsa Məsihin çəkdiyi əzabları düşünmək. Yəni, Pasxa yalnız dirilmə deyil, həm də çarmıxın qiymətini xatırlamaqdır. Yenidən biz onu xatırlayırıq. Bir imanlı insan İsa'nın çarmıxda çəkdiyi əzabları düşünməsi lazım. Onun bizim günahlarımız üçün öldüyünü yada salması lazım. Minnətdarlıqla dua etməsi lazım. Məsələn, Yeşaya 53-ü oxuyuruq, Matta 26-28-i oxuyuruq, Yəhya 18-20-ni oxuyuruq. Yəni, dirilmənin sevincini ürəyimizdə yaşayırıq. Pasxanın ən böyük həqiqəti ümiddir və həyatdır. İsa dirildi. Ölüm üzərində qələbə qazandı. Yəni, bizə yeni həyat verdi. Hər bir imanlı insan Pasxada şükür edir. Ümidini yeniləyir. Mən də Məsihlə yeni həyatdayam, deyə düşünür. Tək düşünməklə keçmir. Onun sevincini yaşayır. Yəni, bir insan, mən də Məsihlə yeni həyatdayam demək, bu onun böyük bir sevincidir. Bu sevinç heç bir sevinclə əvəz oluna bilməz. Romalılar 6:4-də ruhu ilə necə ki Məsih dirildi, biz də yeni həyatda yaşayaq. Baxın, yeni həyatda. Sadəlik, müqəddəsliklə yaşamaq. Yalnız süfrə ilə deyil. Bəzən bir çoxları onu yeməklə, şirniyyatla, bayram süfrəsi ilə əlaqələndirir. Amma əsl imanlı üçün Pasxa dua, müqəddəs yazı oxuma, şükür, ruhani birlik. Süfrə ola bilər. Bunun əleyhinə deyilik. Amma əsas ürəyin onunla olması lazım. Başqalarına müjdəni vermək. Pasxa müjdənin mərkəzidir. Yəni, Pasxa artıq sənə addım atdırır ki, başla müjdəni verməyə. Və yaxud imanlı, hansı ki, kasıb, yoxsul insana, dostlarına, ehtiyacı olanlara, onlara həm İsa'nın dirilməsi haqqında danışırsan, həm də sən onlara maddiyyat cəhətdən yardım edirsən. İmkan daxilində, yəni əgər imkanın varsa, imkanın yoxdursa sadəcə müjdəni verirsən. Yəni, bu çox güclü bir fürsət olar bizim üçün. Tövbə və şükür duası. Tövbə etməsək, biz heç bir vaxt şükürə də gələ bilmirik. Birinci tövbə başlayır bizim həyatımızda. Tövbə edirik və sonra Rəbbə şükür duaları öz-özünə gəlməyə başlayır. Və yaxud birini bağışlayırıq. Həyatımızda kimsə varsa. Yəni, əgər biz onu bağışlasaq, bu zaman şükür duaları öz-özünə bizim həyatımıza daxil olur. Ata, dua edirəm bugün. Sənin qarşına gəlirəm, ya Rəbb. Qoy həqiqətdə hər kəs bu Pasxanı yaşaya bilsin. Tövbəsə tövbə, bağışlamasa bağışlama. Qoy hər kəs
içində, daxilində bu günə qədər yaşadığı nə varsa onları tullayıb ata bilsin. İçini təqdis edib təmizləyə bilsin sənin isminlə, sənin adınla. Heç bir günahlı insan şükürlərlə sənin qarşına gələ bilməz. Haçan ki təmizlənirik, haçan ki təmiz ürəklə tamamilə təqdis olunuruq və o zaman bizim həyatımız tamamilə dəyişilir. Hər kəsə o təmiz ürəyi ver, ya Rəbb. O ürəklə sənin qarşında, sənin süfrəndə otura bilsinlər. Müjdəni verməyi bacara bilsinlər. Utanmasınlar. O səni bu yeni həyata dəvət edir. Qoy hər kəs bunu bir bayraq kimi əlində tutub hər kəsə bu müjdəni verə bilsin. İsa Məsih ismi ilə ata dua edirəm. Sənin qarşına gəlirəm və istəyirəm, diləyirəm, ya Rəbb. Qoy bağlı, düyünlü, qıfıllı qapılar sənin verdiyin açarlarla açılsın. Qoy hər kəs ata açarlar əlində qarşısında olan nə qıfıllar varsa onları açıb yeni həyatın yeni gözəlliyinə həmi özünü təmiz ürəklə, həmi də başqalarını dəvət edə bilsin. İsa Məsih ismi ilə. Amin, amin, amin.